Salam aleykum. Usta dedi ki, bu sənin stopundur. Mən inanmadım. Təmirə vermişdik, amma tam da gördüyünüz kimi burada iş bitməyib. Baxılacaq, harda nə lazımda olunacaq. Ok olandan sonra sökülür, maşın gedir malyar işinə. Təzə aldığımız krılonu bağlamışıq üstünə və Bakıya babat qar yağır. Radiator barmaqlığı. Gördüyünüz kimi bu da M4. Təzdən malyara getməsin də nəsə işi varsa indidən eləyir. Astar məsələlərini sizə göstərdim, amma bizim bagaj qətlən uzora baxanda məncə rahatlıqla seçilir. Amma lip mənim o qədər də xoşuma gəlmədi. Düzdür, mənə demişdilər ki, orada qusok kimi qalacaq, yaxından baxanda görünəcək falan filan, amma uzaqdan baxanda da görünür. Yəni Millət, salam, necəsiz? Mən Fəxri Əsadov, M4 CS proyektimizə qaldığımız yerdən davam edirik. Bugün çox gözəl gündür, hava çox qəşəngdir, 20 neçə dərəcə temperatur var çöldə, günəşli hava var. Və bu günləri, millət, gülüşümdən də ki, bilərsiniz ki, biz maşını rəhliyirik. Daha doğrusu, Əzzağa dayımız bizim maşını inşallah bu günləri rəhliyir. Hal-hazırda arkada kameranı görürsünüz. Gəlin sizə kamerada olan detalları da göstərim. Çünki bir yerdən sonra mən artıq kameraya keçə bilməyəcəm. Yəni özünüz başa düşərsiniz artıq və hətta deyim ki, bu gün evdən çıxanda duxuzatda vurmamışam ki, şey söhbəti olmasın da, ay duxu ona təsir edib. Bilməyənlər vurmamsan, əsas məsələ bu gün qardaş, mən hər gün evdən çıxanda duxu vururam. Bu gün bildim ki, maşın rəylənir, duxu da vurmadım ki, ehtiyatımızı saxlayaq. Məndən olsa, yəni rəngdə də içəri girməyə məsləhətdir. Kənarda indi şüşələrimiz var, oradan çəkiliş eləyə bilərsən. Çünki içəridə yerim anında toz qalxa bilir. Ay sağ ol. Yəni, Dünyəminlə də məsləhətləşdik, qərar aldıq ki, şüşə arxasından mən çəkəcəm, kadrları maksimum dərəcədə göstərəcəm. Amma hələ ki girə bilirik. Hələ çünki son hazırlıqlar gedir. Və gördüyünüz kimi bax, bizim padnoşka buradadır, axırıncı avrabotkası gedir. Ön bamperimiz burada. Rəngə hazır, dayanıb gözləyir. Arxa bamperdə də son toxunuşları edir bizim ustalarımız, sağ olsunlar. Belə krılomuzu da bu formada görə bilirsiniz. Yəni ki, millət, sözün əsl mənasında, zarafat eləmirəm. Zarafat eləmirəm, anladım da eləmirəm. Bugün rəhlənir. Yəni, çoxlu soruşan nə oldu? Nə oldu? Qardaşım, nə oldu deyənlərə də bir dənə belə buradan cavab verim ki, mən bu maşını ölkəyə gələn kimi qarajda özüm çəkişləyərdim, bazara da deyib bir dənə kuruq vurardım, nə çatışmır hamısını qoyub çıxardım və bir həftəyə maşını yığardım. Amma bilirsiniz ki, biz elə maşın yığmırıq, elə maşın sürmürük. Ona görə də bizim proyektlərimiz, yəni məni çoxdan tanıyanlar onsuz bilir, yeni məni tanıyanlar, prosta YouTube'da fırlananda bu video qabağına çıxanlara da səslənirəm ki, ideal proyekt, ideal maşınlar şükür Allaha ki, bizdə olub, belə də davam eləsin istəyirik. Ona görə də Prime Tuning Day, M4 CS-i bugün rəyliyirik. Arxa krılonu görməkdən bezmişsiniz, amma bu kadr axırıncı kadrdır ki, maşını belə astarlı görəcəksiniz. Çünki rəhlənir. Bu tərəfdə belə, bagaj da belə, başında iş gedir. Millət, Fərdin yanındayıq. Lipimizi görürsünüz. Lipin üstündə indi iş gələcək. Kakraz gəlmişkən bunda bir proseduru çəkib sizə göstərəcəm. Hal-hazırda gördüyünüz kimi lipin üz hissəsi tamamilə sürtülüb, hazırlanıb. İndi görək başımıza nə gəlir. Texart bildiyimiz Porsche'nin Texartından söhbət gedir də, düzdür? Bəli, bu konkret onlardan gəlib, belə bir şey yoxdur Bakıda, Azərbaycanda. Bunun fərqin belə vizual tutmaq olur ki. Vizual götürüb giydirməklə qoyaq ki, Davay. Çünki özümə də maraqlıdır, paralel cəmaata da maraqlıdır ki, nə mənası var, bu yoxsa o. Məsələn, bunun burasında bu toxunuşa bax, hamısı mıncıq kimidir. Bu daha akkuratlıdır, bu daha səliqəlidir. Bunda amma var, razıyam. Hələ şeylər var, burada xəttlər gedir belə. Məncə görürlər fərqi, yəni rahat görünür. Kameradan da görünür. Fərqi budur. Bu duruşda da fərq edir də, detalın üstündə. 100%. Ay sağ ol. Bu xalça kimidir.
Ha, bu çok pahalı. Qəşəng. Bunu işləmək də çətindir, qalın olduğu üçün. Məsələn, o 170 qramdır, bu 250 qramdır. O məsələ də var. O məsələ də var. Ona görə bu qatlanması, məsələn, onu bura rahat qatlaya bilər. Bu burulmağı biraz çətindir. Artıq gördüyün kimi fərqli 20 dərəcə istilik verildi rəng boyanma üçün. İndi proses başlayır, sistem izləyirik. Getdik bura. Evet, hal-hazırda proses necə lazımdır başlayır. Artıq kameranın səsini eşidirsiniz. Temperaturumuzu da gördünüz. İndi ustamız hal-hazırda son özü də bir dənə çek edir, nə var, nə yox. Rəngi süzürlər. Biz yenə Prime Tuning'dəyik. Hal-hazırda qalxıram yuxarı Fəridin yanına. Görək bizim karbon lipimizdə məsələ nə yerdədir. Keçən videomuzdan da çoxlu yazanlar oldu liplə bağlı ki, inşallah fəxri, yaxşı olar, yaxşı qalınlar. Çox sağ olun dəstəyinizə görə. Mən də çalışıram ki, yaxşı bir nəticə əldə edə bilək. Lipi görürsünüz. Belə yaxından da göstərirəm sizə. Hal-hazırda bu karbonun saf versiyasıdır. Yəni gördüyünüz parçanın bizim lipdə forma almış versiyasıdır. Bunun üzərində bir neçə dənə sloylar gedəcək. Amma düşünürəm ki, nəticə ideal olmalıdır. Çünki yəni gözə girən bir şey yoxdur. Amma burada misal üçün nəsə görə bilərsiniz ki, məsələn bu burada nəsə xətt kimi görünür falan filan. Bunlara fikir verməyin konkret. Çünki hələ iş prosesindədir. Bunlar hamısı ideal dümdüz olacaq inşallah. Yəni, məsələ bu formada. Mən də çalışıram ki, bütün prosedurda sizə göstərim. Yəni, vəziyyət belə. Millət, son halını da sizə göstəreyim. Gördüyünüz kimi ilk qatımız artıq tamamilə vuruldu bizim lipimizə. Qaldı 19-u. Deyə bilərsiniz ki, buralara niyə vurulmayıb? Çünki buralar, bu hissələr kəsilib götürüləcək. Bizə əsas vizual görüntüdə olan hissəni yeniləyirik. Bu alt hissələr onsuz da salamat idi, qəzasız, bəlasız idi deyə, həm də bağlayanda buferin içində qalacaq deyə oralara əlavə qat əlavə etmək istəmədik. Səbəb də deyim ki, qalınlıq da istər-istəməz yarana bilər. İstəmirəm olsun. Ona görə də qoyub bamperədə necə var, elə də ideal otursun. Belə, yəqin ki, bir 10 günə, 12 günə hazır olar. Ay fəxr, bəs rəylənmişdi bu maşın, nə oldu? Hə, millət, hələ tam bitməyib. İnşallah sabah maşın, bagaj, kapot rənglənəcək. Və iş gedir üstündə. Nəsə də bağlayıblar.
Okey, vəziyyət belə. Yəqin ki, bunu sürtüb hazırlayacaqlar rəngə. Kapotu da sizə göstərim. Kapotumuz da burada. İş gedir hələ də üstündə gördüyünüz kimi. Sabah inşallah əylənməlidir. Millət, hal-hazırda məncə artıq bilirsiniz hardayam. Kameradayam. Prime Tuning'in malyar kamerasındayım. Yəni rənglənmə işləri burada gedir. Avtomobilimiz sonunda rəngləndi. Keçən səfər mənə biraz dartdılar ki, gəl rəngləyirik, sən demə bəzi detallar rəngləyirdilər, amma artıq avtomobilimiz içəridədir. Təbii ki, tam qurumayıb, tam qurumağını gözləyəcəyik, amma hazırsınızsa artıq maşını sizə də göstərim. Deməli, millət, baxın, gördüyünüz kimi, girən kimi şofer qapımız bizi salamlayır. Buradan kənarlara keçdik. Gördüyünüz kimi maşını bütün bağlayıblar ki, heç bir kraskanın tozu falan heç yerə gedib eləməsin. Əla, super. Paketləmə əla. Arxa krılomuz gördüyünüz kimi rənglənib. Baxın, belə bir formada. Odur ya. Mən belə risk reaksiyalar verə bilərəm, millət. Yəni, özüm də sizlə bir yerdə baxıram, yəni vəziyyətə. O deyə, çoxdandır mən buranı, çoxdandır heç vaxt görməmişdim buranı ideal vəziyyətdə. Prime Tuning sağ olsun. Yəni bir dənə vurulan kraskaya bax, qardaşım. Süddür. Bildiyiniz süd. Yəni, maksimum göstərirəm ki, işığın atrajeniyasından da tuta biləsiniz ki, vəziyyət nə yerdədir. Bir özüm də baxım. Əzzağa kişi həqiqətən şov göstərib, yəni millət. Ala buranda rəngləyib. Qəşəng millət, yadınızdadsa burada da bizim xəttənmələrimiz var idi. Yolda gəndə nəsə ora sürtülmüşdü hər iki tərəfdən. Gördüyünüz kimi, baxın, bu formada rəngləndi. Perixod da, belə desəm, buralara gördüyünüz kimi rəng dəyməyib. Fikir versəz, bes kraskanın izləri hələ də burada dayanıb. Qapımızın da kusok rənglənməli idi. O da gördüyünüz kimi kusok rənglənib. Belə bir formada. İndi mənə deyə bilərsiniz ki, bəs fəxri, maşını gördük, bəs bunun kapotanı, bəs bunun bagajanı, onları da baxın sizə göstərim. Gəlin elə gedək yanına, elə yanında göstərim ki, nə var, nə yox. Amma maşın çox ürəyimcə oldu. Xoşbəxtəm. Kapotumuzun son addımlarıdır. Bir neçə saata artıq kamerada görəcəyik. Digər tərəfdə də bizim bagaj qapağımız var. Fikir verirsiniz, düzdür. Burada həmişə M4 CS falan görürdük. Gördüyünüz ki, hamısını qoparıblar. Belə bir formadadır. Salam millət, necəsiz? Nə var, nə yox? Hal-hazırda mart ayının 22-sidir. Novruz bayramımızı da təbrik edirəm. Səsimdən məncə artıq biraz başa düşərsiniz ki, bugün biraz tez durmuşam. Çünki bugün böyük gündür, yata bilməmişəm sözün əsl mənasında. M4 burada, özür istəyirəm, M4 CS-imiz burada. İndi gəlin bütün prosesi izah edeyim. Bir neçə gün bundan əvvəl avtomobilimizdə rəngsaz işi tamamilə bitdi. Artıq yığılmağa hazırdır, belə deyərdim. Onun üçün, fikir versəz, qapımız falan rəylənib. Amma burada perixodların, bu hissədə, daha sonra hər iki tərəfdən bu hissədə perixodların yeri görünür. Ona görə də malyarni polirovka deyilən, yəni rəngsaz tərəfindən olunan işlər olunacaq, amma hələ ki yox. Avtomobilimizi yığandan sonra indi vremenli gördüyünüz kimi krılomuzu bura bağlayacağıq. Bamperimizi, kapotumuzu, bagajımızı, bax onlar da buradadır gördüyünüz kimi. Kapotumuz, bagajımız, arxa qabaq bamperimiz, padnoşkamız da buralarda bir yerdə olmalıdır. Düzdür, bir dəqiqə onu görə bilmədim. Uzun sözün qısası, bunlar hamısı yığılır indi üstünə. Son evakuator yolculuğu ilə gedirik öz qarajımıza, Hikmətin yanına və orada artıq qollarımızı çırmalayıb avtomobilimizi həm təmizləyirik, həm altda qalan bütün kirli hissələri silib təmizləyirik, həm də artıq bütün detalları zazoru ilə falan bir mənalı şəkildə öz yerinə bərkidirik. Sonra da nə olacaq görərsiniz də.
əl çalır. Evakuatora minmə. Haday hədə qutaraq da evakuatorla, sağollaşaq da hamı ilə. Millət, gördüyünüz kimi nəhayət yanvar ayının ortalarından başlayan məsələ qaldığı yerdən davam edir. Hikmət ustayı yanındayıq. Videoya bura kimi baxdınızsa çox sağ olun, təşəkkür edirəm. Şərhlərimizi aşağı hissədə qeyd etməyi unutmayın. Videomuzu təbii ki bəyənməyi, kanala abunə olmayanlardır sözüm, abunə olsanız sevinərəm. Çox sağ olun, salamat qalın. Bu da finalni də.